Yaşa görə pensiyanın orta aylıq məbləğinin artırılması proqnozlaşdırılır. Gələn ildə bu rəqəm 629 manat təşkil edəcək. Məlumata görə əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Eyni zamanda 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxması təklif olunur. Bəs proses necə tənzimlənəcək? İzləyək. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır. Məlumata görə, əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumu üstələyib və son 6 ildir ki, bu tendensiya müşahidə edilir. Bu meylin gələn ildə davam edəcəyi bildirilib. İl ərzində əldə olunan iqtisadi göstəricilər səbəbindən 2026-cı il büdcəsində sosial xərclərin artımı gözlənilir. Proqnozlara əsasən, növbəti il üzrə indeksasiya təqribən 9,2% səviyyəsində olacaq. Bundan başqa, Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarında da dəyişiklik qeydə alınır. Hər il bir nəfərin minimum yaşaması üçün nə qədər vəsait lazım olduğu hesablanır. Gəlirin yaşayış minimumundan az olması isə ehtiyac meyarını yaradır. Əldə olunan vəsait ehtiyac meyarından azdırsa, o zaman həmin ailə ünvanlı sosial yardım ala bilir. Bu, həm də ölkədəki yoxsulluq həddini müəyyən edir. 2025-ci ildə bu rəqəm 285 manat olub. Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının 300 manat olacağı gözlənilir. Dünya platformalarında, beynəlxalq təşkilatlarda ən əsas göstəricilərdən biri məhz orta əmək haqqının orta pensiya nisbətinin hansı faiz dərəcəsindən asılıdır. Düzgün siyasət həyata keçən ölkələrdə bu 50%-ə yaxında, Azərbaycanda artıq bu rəqəm 49-50%-ə gəlib çatdı. Pensiyaların, orta pensiyanın da ən azı 9-10% artımını gözləyirik, çünki bu ölkədəki orta maaşın artımı ilə əlaqədardır və bu əhalinin pensiyalarının davamlı olaraq indeksasiya olunması yalnız ölkəmizin sosial yönümlü siyasətinin əsasını təşkil edir. Vətəndaşların yaşayış xərclərinin çoxalması nəticəsində yaşayış minimumu və ehtiyac meyarı artırılır. Əmək pensiyalarının orta aylıq məbləği isə 2026-cı ildə 590 manat nəzərdə tutulur. Vətəndaşların pensiyası hər il əvvəlki ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq artırılır. Yəni bu ilki artım təqribən 9-10% arasındadır. Pensiyası da eyni qaydada indeksasiya olunur, az pensiyalananın pensiyası da eyni qaydada indeksasiya olur. Burada əsas pensiya sisteminin əsas mahiyyəti ondan ibarətdir ki, gələcəkdə pensiya çıxacaq şəxslər həm çalışmalıdırlar ki, gəlirləri yüksək olsun, həm gəlirləri tam rəsmiləşsin ki, onların pensiya fonuna ödədiyi məbləğlər çox formalaşsın. Bundan başqa, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxması təklif olunur. Hazırda bu güzəşt 5 və ondan daha artıq uşağı olan analara verilib. Gənc ailələrdə isə bu hala az rast gəlindiyi bildirilir. İndi isə 3 və daha çox uşağı olan anaların 5 il tez güzəştlə pensiyaya çıxmaq imkanı əldə etmələri müzakirə edilir. Bu istiqamətdə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təklif olunub. Hökumətin hal-hazırda 5 uşaqlı ailələrə tətbiq etdiyi güzəştlər və üstünlüklərin zənnimcə indi artıq 3 uşaqlı ailələrə tətbiq edilməsi həm 3 uşaqlı ailə modelinin daha çox belə deyək, cəmiyyətdə yayılmasına gətirib çıxara bilər. Çünki indiki artım əmsalları göstərir ki, fertilləşmə əmsalları göstərir ki, ölkədə sürətli şəkildə ailələrdə uşaq sayının ilbəil azalması müşahidə edilir. 5 uşaqlı ailələrdən 3 uşaqlı ailələrə keçirilməsi zənnimcə mövcud vəziyyətin tələblərinə uyğundur. Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılması planlaşdırılmır. Pensiya sığorta hadisəsi baş vermədən onun istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bu kapital vətəndaşın yaş, əlillik və vəfat etdiyi halda ailə başçısını itirməyə görə pensiya təminatı məqsədi üçün hesab olunur.